Bismillahirrahmanirrahim. Əziz və dəyərli müsəlmanlar, hər gün tövhid başlığı altında dərslərimizə davam edirik. İsim və sifətlər tövhidi 15-ci dərs. Bugünkü dərsimizin mövzusu bugünə kimi qarşılaşdığımız isim və sifətlər tövhidi ilə bağlı olan müsəlmanların yönəltdiyi suallardır. Və inşallah çalışacağıq ki, qısa da olsa bu suallara cavab verək. Birinci, ən çox eşitdiyimiz suallardan Allah Subhanahu taalanın isimlərini insanlara vermək olarmı? Hardan bilək ki, bu ismi insana qoymaq olar, yoxsa yox? Ona görə də deyilir ki, ən gözəl isimlər Allah Subhanahu taalaya məxsusdur. Allah taalanın isimləri hamısı kamildir. Və alimlər söyləyirlər ki, əgər Allah Subhanahu taalanın isminin, adının mənası insanda ola bilərsə, bu zaman o adı insana vermək olar. Məsələn, elə adlar vardır ki, o adların mənası insanlarda var. Məsələn, rəhimli olmaq, mərhəmətli olmaq, rəhim. Bu ismi insana vermək olar bu adı. Lakin elə adlar vardır ki, onlar Allah Subhanahu taala xasdır. Ona görə də Allah taala xas olduğu üçün onu Allahdan başqasına vermək olmaz. Allahu Ekber. Məsələn, Razzaq. Məsələn, bilirik ki, Razzaq Allah Subhanahu taala isimlərindən ruzi verən deməkdir. Və ona görə də kimsə insanlar içərisində ruzi verən ola bilərmi? Yox. As-Saməd ola bilərmi? Ehtiyatsız, möhtacsız ola bilərmi insanlar içərisində? Xeyr. Xaliq ola bilərmi? Xeyr. Ona görə də bu isimlərin əvvəlinə Abd, Abdurrazzaq, Abdülxaliq, Abdussaməd, Razzaqın qulu, Samədin qulu, Xaliqin qulu və bu cürlə işlətməklə bu adı insanlara vermək olar o zaman. Tək adın özünü, ismin özünü Allaha xas olduğu üçün Allahdan başqasına vermək olmaz. Və ona görə də elə isimlərdir vardır ki, alimlər söylədiyi kimi, əgər onun mənası insanlarda ola bilərsə, bu zaman o adı insanlara vermək olar, əziz müsəlmanlar. Həmçinin, dəyərli müsəlmanlar, verilən suallardan soruşurlar ki, Allah Subhanahu taalanın zatı və nəfsi varmı? Və deyilir ki, bəli, Allah Subhanahu taalanın zatı və həmçinin Allah Taala'nın nəfsi vardır. Necə ki, Allah Subhanahu Taala Maidə surəsi 116-cı ayətində İsa əleyhissalama müraciət edərək buyurur ki, ey Məryəm oğlu İsa, sən midir insanlara Allahı qoyub məni və anamı iki məbud, ibadət olunan qəbul edin demişdin. İsa əleyhissalam deyəcək ki, ya Rəbbi, sən pak və nöqsansızsan, müqəddəssən, haqqım olmayan bir şey demək mənə yaraşmaz. Əgər mən bunu demiş olsaydım, əlbəttə ki, sən bunu bilərdin. Subhanallah lazım. Sən mənim nəfsimdə olanları bilirsən, amma mən sənin nəfsində olanları isə nədir? Bilmirəm, deyir İsa aleyhissalam. Ona görə deyir, Allah Taala buyurur ki, şübhəsiz ki, qeybləri bilən sənsən. Bu ayətdə Maidə surəsi 116-cı ayətidir. Lakin bəzi alimlər Allah Subhanahu taalanın zatı ilə nəfsini ayırıblar. Deyiblər ki, ayrı-ayrıdır. Lakin bəziləri deyib ki, məsələn, İbn Teymiyyə rahimehullah söyləyir ki, eynidir. Allah Taala'nın zatı və nəfsi eynidir. Doğrusunu Allah Subhanahu taala bilir. Sadəcə bir qısa bir məlumat idi. İstədim ki, onu sizlərə verim. Həmçinin isim və sifətlər tövhidlə bağlı olan verilən suallardan dəyərli müsəlmanlar deməli soruşurlar ki, Allah Rasulü Muhammed sallallahu əleyhi və səlləm aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimiz Muhammed sallallahu əleyhi və səlləm Allahın ən sevimli qulu, ulul azim olan, Xalilullah olan, Allahın dostu olan Peyğəmbərimiz Muhammed sallallahu əleyhi və səlləm Allah Subhanahu taalanı görübmü, yoxsa görməyib? Və deyilir ki, Allah Rasulü sallallahu əleyhi və səlləmdən gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sizdən deyir, bir kimsədir ölmədikcə Allah Taalanı görməyəcək. Subhanallah lazım. Sizdən bir kimsə ölmədikcə, Allah Taalanı görməyəcək. Bu hədis dəlildir ki, bu dünyada heç kəs Allah Subhanahu taala məxluqlar içərisində, yaradılmışlar içərisində ki, Allah Taalanı görməyib. Və həmçinin də Ayşə radiyallahu anhədən möminlərin anası Ayşə radiyallahu anhədən gəlir ki, ondan soruşurlar Peyğəmbər sallallahu əleyhi və səlləmin Allah Taalanı görməsi barəsində və Ayşə radiyallahu anhə deyir ki, kim ki iddia edirsə Muhammed sallallahu əleyhi və səlləm Allah Taalanı görüb o yalancıdır deyir. O yalancıdır. Və deyir ki, o ayətləri zikr edir ki, hansı ki o ayətlərdə Peyğəmbər sallallahu əleyhi və səlləm Cəbrail əleyhissalamı görür. Cəbrail əleyhissalamı görür. Ona görə də Allah Rasulü Muhammed sallallahu əleyhi və səlləm Meyraca belə gedərkən elə bir yerə gəldi çatdı ki, artıq Cəbrail əleyhissalam onunla getmədi. Cəbrail əleyhissalam onunla getmədi. Ondan o tərəfə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm getdi və Allah Subhanahu taala'nı nur arxasından gördü. Hətta gəlib ki, hədislərdə 7 qat pərdə arxasından, yəni bir nur gördüm.
Və qayıtdıqda, Meyrac, İsra və Meyrac səfərindən qayıtdıqda sahabələr soruşurlar ki, Allahı gördün? Deyir, yox. Deyir, nur gördüm. Allahu Ekber. Yəni, hətta Peyğəmbərimiz s.ə.v belə Allah subhanahu wa ta'aləni görməyib. Bu, ən doğru və ən səhih görüşdür ki, Peyğəmbərimiz s.ə.v Allah subhanahu wa ta'aləni görməyib. Və qiyamət günü, inşallah, möminlər cənnətdə Allah subhanahu wa ta'aləni görəcəklər. Allah ta'ala dua edirəm ki, Allah subhanahu wa ta'ala bütün möminləri qiyamət günü, yəni cənnətə girən kimsələrdən etsin və onları öz Rəblərini görən kəslərdən etsin. Amin ya Rabbil Ələmin. Bu ən gözəl, ən belə sevincli bir an olacaq möminlər üçün. Elhamdülillah. Həmçinin dəyərli müsəlmanlar verilən suallardan soruşurlar ki, Allah subhanahu wa ta'ala isimlərinin sayı barəsində. Və deyirlər ki, hədisdə zikr olunub ki, Peyğəmbər s.ə.v buyurur ki, Əbu Hureyra radiyallahu anhadan gələn hədisdə ki, Allah Taala'nın 100-dən bir əskik 99 gözəl isimləri vardır. Və Peyğəmbər s.ə.v buyurur, kimdir bunları sadalayarsa cənnətə girər. Və həmçində alimlər söyləyirlər ki, burada sadalamaq, yəni çox vaxt görürsən bizdə qardaşlar kağızın üzərinə vərəq götürürlər və vərəqə Allah Subhanahu 99 ismini qeyd edib əzbərləyirlər. Və sözsüz ki, bu gözəldir. Yəni, bu gözəldir ki, Allah Taala'nın isimlərini əzbərləmək, yadda saxlamaq. Lakin daha gözəldir ki, onlar vasitəsilə Allah Taala'ya dua etmək. Olan vasitəsilə Allah Taala'nı çağırmaq, Allah Taala'dan istəmək. Ya Razzaq, yəni ruzu ver. Ya Rahman, Ya Rahim, Ya Əl-Qafur, Əl-Qaffar. Günahlarımı əff et, günahlarımı bağışla, onların üstünü ört. Yəni, bu ən gözəlidir. Yəni, bu cür nə olmalıdır? Və alimlər söyləyirlər ki, yəni bu hədis ona dəlalət etmir ki, Allah Subhanahu wa Ta'ala'nın 99-dan başqa ismi yoxdur. Xeyr. Yəni, bu ona dəlalət etmir. Ona görə də alimlər misal olaraq deyirlər ki, məsəl üçün mənim cibimdə sədəqə üçün ayırdığım, məsəl üçün 100 manat pul var. Yəni, bu o demək deyil ki, mənim cibimdə 100 manatdan başqa pulum yoxdur və yaxud da evimdə 100 manatdan başqa pulum yoxdur. Yəni, mən sadəcə sədəqə üçün bu qədər ayırmışam, amma mənim evdə pulum var. Və həmçində alimlər söyləyirlər ki, yəni, bu hədis də ona dəlalət edir ki, yəni ki, Allah Subhanahu Taala'nın 100-dən birəsi 99 ismi var. Yəni, bu o demək deyil ki, bundan başqa ismi yoxdur. Ona görə də Peyğəmbər s.ə.v duasında dua edərək deyər ki, ya Rəbbim, mən sənə sənin bizə öyrətdiyin adlarınla çağırıb dua edirəm. Və yaxud da qeyb elmində saxladığın adlarınla və yaxud da hansısa bir məxluqatı öyrətdiyin adlarınla və yaxud da Peyğəmbər s.ə.v buyurur ki, sənin özündən başqa heç kəsin bilmədiyi adlarla səni çağırıb dua edirəm. Yəni, bu hədis göstərir ki, İbn Qeym rahimehullah deyir ki, elə adlar var ki, onu Allah Subhanahu Taala'dan başqa heç kəs bilmir. Və yaxud da elə məxluqlar var ki, Allah Taala onları öyrədir. Yəni, Allah Taala onları öyrədir. Ona görə Peyğəmbər s.ə.v Allah Taala'nın yəni elə isimləri vardır ki, o isimlərlə çağırdığınız zaman Peyğəmbər s.ə.v buyurur ki, nədir? Allah Taala qəbul edir dərhal. Yəni, ona görə də yəni 99 yəni o demək deyil ki, bundan başqa nədir? İsim yoxdur Allah Subhanahu Taala. Yəni Allah Subhanahu Taala'nın isimlərinin sayı çoxdur. Müxtəlif rəqəmlər deyənlər olub alimlər içərisində. 150 də deyən olub, 300 də deyən olub, 120, 124 min də deyən olub. Allah bilir doğrusunu. Doğrusunu Allah Subhanahu Taala bilir. Həmçinin dəyərli müsəlmanlar, verilən suallardan deməli verilən suallardan biri də odur ki, deməli Allah Subhanahu Taala'nın isimləri və sifətləri nədir? Yəni bu fərqi nədir? Yəni isimlər və sifətlər. Alimlər söylədir ki, Allah Subhanahu Taala'nın isimləri nədir? İsim nədir? Sifət nədir? Və deyilir ki, Allah Subhanahu Taala'nın isimləri və sifətləri məxluq deyildir. Amma insanda olan sifətlər, adlar hamısı nədir? Məxluqdur, yaradılmışdır. Allah Taala'da olan isimlər və sifətlər kamildir və onlarda əskiklik yoxdur, onlar ucadır. Necə ki, gəldi dedi ki, sifətlərin uluvu, sifətlər də ucadır, amma insanlarda yox. İnsanlarda belə deyildir. Və deyilir ki, heç kəs özündən Allah Taala isim və sifət verə bilməz, dəlil olmadan. Allahın isimləri onun zatına dəlalət edir. Allahın isimləri onun zatına dəlalət edir. Lakin hər bir sifətdən, lakin sifət Allahın zatında dayanır. Allahın zatında dayanır. Allahın isimləri onun zatına dəlalət edir. Lakin Allahın sifətləri Allahın zatında dayanır. Məsələn, deyilir ki, alimlər söyləyirlər ki, hər bir isimdən Allah Taala'nın isimdən sifət nədir? Hər bir ismi sifətə dəlalət edir. Lakin hər bir sifət ismə nədir? Dəlalət etmir. Lakin sifətlər çoxdur. Sifətlər isimlərdən daha çoxdur. Söylədiyimiz kimi,
Allah Subhanahu və Taala'da olan isimlər və sifətlər ki var, onlar hamısı kamildir, dəyərli müsəlmanlar. Kamildir. Və məsələn biz deyilir ki, insanlarda belə deyilir. İnsanlarda məsələn ola bilər ki, bir insan adı Salih olsun, lakin onun əməllərində salihlikdən heç bir əsər əlamət olmasın. Ola bilər ki, insanın adı Muhammed olsun, yəni həmd olunan olsun adı, lakin o ən aşağı, alçaq bir insan olsun. Amma Allah Subhanahu Taala'da belə deyil. Allah Taala'nın isimləri necə ki kamildir, eləcə də sifətləri də kamildir. Allahu Ekber. Amma insanda belə deyil. İnsan ola bilər salih olsun, lakin əməlləri nədir? Günahlar olsun. Ona görə də deyilir ki, dəyərli müsəlmanlar, Quran və sünnədən gələn sifətlərin mənası məlumdur. Həqiqəti üzrə də təfsir edilir. Məcaz deyildir. Keyfiyyəti isə məchuldur. Ona görə də deyilir ki, Əhl-i-Sünnə vəl-Cəmaa dediyi kimi istiva məlum, keyfiyyəti isə məchul. İbn Teymiyyə rahimehullah deyir ki, isimlərdə və sifətlərdə təvil etmək, təhrif etmək, yozmaq, təşbih etmək bidət və küfrdür. Əhl-i-Sünnə bu əməlləri hamısı kim ki edirsə küfr, bidət adlandırır. Allahın həqiqi əli, elmi, kəlamı vardır. Niyə görə bidət əhli bütün bunları inkar edirlər? Çünki onlar birinci növbədə öz ağılları ilə düşünürlər ki, əgər mənim əlim varsa, Allahın da əli var, yox, bu ola bilməz. Mənim əlim də var, Allahın əli də var. Allahın əlinin olduğunu, həqiqi əl olduğunu nə edir? İnkar edir. Həmçinin Allah Taala'nın görməsini və həmçinin Allah Subhanahu Taala'nın digər isimlərini. Nəyə görə? Çünki ilk növbədə öz ağlı ilə bənzədir, ondan sonra inkar edir. Yəni burada adi bir sual verilə bilər insana. Məsələn, deyiləndə ki, şirin ayağı və yaxud da şirin əli. Sən bəyəm öz ayağı, öz əlvi qəsd edirsən, fikirləşirsən ağlında dərhal. Necə ola bilər ki, şirin ağlı əli deyəndə, şirin ayağı deyəndə heç öz ağlınla heç onu fikirləşmirsən ki, mənim də ayağım var, mənim də əlim var, eynidir və yaxud da eyni deyil. Heç o ağlıva girmir. Amma Allah Subhanahu va Taala'nın əl sifəti deyəndə dərhal öz əlinlə müqayisə edib Allah Subhanahu Taala'nın əlini inkar edirsən. Yəni sözsüz ki, bu bidət əhlinin onlara şeytanın olan vəsvəsidir. Ona görə də Əhl-i-Sünnə etiqad edir ki, Allah Subhanahu Taala'nın isimləri də və sifətləri də kamildir və məxluq deyildir, yaradılmamışdır. Yəni Allah Subhanahu Taala'da nədir? Kamildir. Amma insanlarda o olan sifətlər hamısı nədir? Yaradılmışdır, məxluqdur. Ona görə deyilir ki, sual verilə bilər ki, Allah Subhanahu Taala'nın elmi yaradılmışdır. Allah Subhanahu Taala'nın elmidirsə, xeyr, yaradılmamışdır. Əgər insanda olan elmi deyirsənsə, insanda olan elm yaradılmışdır. Allahdan olan məxluq deyildir. İnsandan olan isə məxluqdur. Kim ki desə ki, Allahdan olan məxluqdur, artıq küfr etmişdir. Əzalar kimə nisbət edilsə, ona görə dəyər qazanar, deyilir. Yəni insana nisbət olunursa, bu əlbəttə ki, məxluqdur. Amma Allah Subhanahu Taala Allah Taala'nın əzəmətinə yaraşır bir nədir? Şəkildədir. Doğrusunu Allah Subhanahu Taala bilir. Dua edirəm ki, Allah Subhanahu Taala bu dərslərimizi İslam ümməti üçün, Muhammed ümməti üçün xeyirli, faydalı, bərəkətli dərslərdən etsin. Subhaneke Allahumma və bihamdik. Əşhədu ən la ilahe illə əntə əstəğfiruka və ətubu ileyk.